Bundan qabaq sizə Loğman əleyhissalamın öz evladına etdiyi bir nəsihəti deyim. Allah Teala buyurur ki, Loğman əleyhissalam öz oğluna demişdi, ya buneyyə, ey oğlum, əqimiz salah, namaz qıl, vəmur bil ma'ruf, insanları tövhüdə çağır, başqa xeyirlərə, vənhə anil munkar, şirkdən çəkindir, başqa pisliklərdən, vasbir aləmə asabək, başına gələn imtihanlara səbirli ol, innə zəlikə min azmil umur, həqiqətən də bu şeylər əzm tələb edən əməllərdəndir. O evlada öyrətmək lazımdır ki, namaz ölənəcən qılınır. Namaz hər bir halda qılınır. Namaz vaxtı girib çıxandan sonra qılınmır. Namaz sən istəyəndə yox, Allah istəyəndə qılmaq lazımdır. Hicabı 30 yaşım olanda taxaram yox. Allah sənə nə vaxt fərz eləyir, o vaxtda taxmalısan hicabı. Sən şirk görsən, tövhüdü əmr eləməlisən. İnsanlara tövhüdü başa salmalısan. Şirkdən çəkindirməlisən və bu şeydə əzimli olmalısan. Ölənə qədər səbirli olmalısan. Çünki səbir olmasa namaz olmayacaq. Səbir olmasa tövhid olmayacaq. Səbir olmasa sünnəti yaşaya bilməyəcəksən. Evlada bunu öyrənmək lazımdır. Çünki onun qəlbində iman ağacı olmasa, o Allah'tan qorxmayacaq. Gərək evlada birinci Allah Taala'nın dinini öyrədəsən.